sotda edirəm nə qədər qalır, vergi edirəm nə qədər. Yəni bunların hamısını çıxandan sonra aldatmasını mən bugünkü gün 50 manat işləyə bilərəm, 60 manat işləyə bilərəm. Deməli dostlar, bugünkü qazancı göstərim. 12 dənə sifarişə, sifarişdən qiyməti budur. 3.9, 1.80, 1.96, 3.92, 2.58, 2.95, 3.24, 5.40. Bu 5.49 ilə 4.57 mənə qabağa atdı bu ikisi. Bu yəni, müştəri sifariş eləyir, konum gözlə bir dənə. Konum yolun ortasıdır, yoxsa Boltun konumu səhvdir, baxaq qardaş. Yoxsa burada icazə yoxdur saxlamağa, dayanma durumu var. İnşallah ki, güzəşlik edərlər. Baxın, kamera var. Kamera var ya, əslində yola deyən görək. Ona görə bunu verək bura. İndi ki, arxayım. İndi qazancdan danışmaq istəyirəm sizə. Qazancdan danışmaq istəyirəm. Baxın, havanı görürsünüz. Narın yağış yağır və bunun verdiyi koefisiyenti də göstərmişsə ki, yəni baxın, hal-hazırda koefisiyenti vermir. Görürsünüz, koefisiyent nə vaxt verir? Ərazi qırmızı rəngdə olanda. Bu 1.15, 1.25 ya da 1.10 sadə koefisiyentdir. Yəni bu günəş çıxanda belə bu koefisiyenti verir. Amma əslində əvvəllər belə havalarda koefisiyent ən azı 1.5x, 1.9x, 2x, 2.5x olur. Amma hal-hazırda sadə koefisiyentlə verir. Bu koefisiyentlə siz 15 sifarişə maksimum işlədiyiniz məbləğ 40-45 manat arasıdır. 15 dənə sifarişə. 15 dənə sifarişin də 15 dənə sifarişi də ən azı sizə lazımdır aparmaq üçün. Belə propkaları falan nəzərə alsaq, binaya qalxıb düşməyə nəzərə alsaq, propkanı nəzərə alsaq tıxacları, binalara qalx düşü nəzərə alsaq, siz 15 dənə sifarişə maksimum mən elə fikirləşirəm ki, bir 9 saat, 10 saat vaxt xərcləyəcəksiniz. Yəni bu 9-10 saatı mən abed saatı, çay saatını vurmuram da, yəni sırf işləmək 9-10 saat dayanmadan işləsəz əgər bu sadə koefisiyentlə qazandığınız məbləğ 40-45 manat arası olacaq. İndi bu 40-45 manatın da dərdlərini özünüz bilirsiniz ki, 40-45 manatdan qalan cəmisi yəni benzinvi çıxandan sonra, abedvi falan filan çıxandan sonra yəqin ki bir 30 manat falan sənin özvə qalar 10 saatın içində. Amma sadəcə bir nüans var ki, heç olmasa belə havalarda nisbətən qismən də olsa nəzərə alınmalıdır. Koefisiyent səhərdən qaldırılmalıydı ki, yəni belə havada işləmək həqiqətən də çətindir. Adi havada sən belə primer çəkim, 5 dəqiqə getdiyin yolu belə havada məcbursan ki, sən 10 dəqiqə, 15 dəqiqə gedəsən, vaxt itirirsən buradan. Heç olmasa koefisiyent yüksək olmalıdır ki, sən bu itirdiyin vaxtda deyilsin. Ona görə yağışlı havalarda koefisiyent yüksək qoyulurlar ki, yağışlı havalarda ona görə koefisiyent yüksək qoyulur ki, sən mənzil başına həmişəkindən daha gec gedib çatırsan. Yəni 10 kilometr yol, misal ötürü 10 kilometr sən gedirdinsə 15 dəqiqə, 16 dəqiqə. Yağışlı havada sən onu ən azı bir yarım saat, 25 dəqiqə, bəxtin götürsə 25 dəqiqə vaxtın gedəcək. Çünki o belə quru yolda sürdüyüm sürəti mən yağışlı havada sürə bilmərəm. Sürə bilərəm, qardaş. Sadəcə onu yığışdırmaq var. Məsələn, burada viraja gəlmişik də, döngəyə, pavorota gəlmişik. Burada belə döngələr, mən gəldiyim sürətə girə bilmərəm yağışlı havada, yəni yaş asfaltda. Amma quru havada vecimə deyil. Quravada rahat sürürəm, tormuzlamada rahat olur. Yəni əzizlərim, demək istəyirəm ki, əslində qalsa adi hava ilə yağışlı havanın qazancının elə böyük bir fərqi olmur. Niyə görə böyük fərqi olmur? Ona görə böyük fərqi olmur ki, yəni niyə görə eyni şey gəlib sıxır? Yenə deyirəm, mən sadə havada adi koefisiyentlə, bir koefisiyentlə və yaxud 1.1, 1.2 koefisiyentlə sadə havada onsuz da bu sifarişi vaxtında aparıb çatdırıram. Misal ötürü. Biri var, mən 1 saata 2 dənə sifariş aparım çatdırım.
1 saatin içində 2 dənə sifariş çatdırın və yaxud yaxın sifarişlər olsa nə qədər güclü bəxtim götürsün ki, restoranda gözləmə vaxtı olmasın, müştərinin ünvanı tam dəqiq yazılsın, daşqanalına yazılsın ki, mən tappataraq 1 saatin içində, yəni bu sifarişi verən kimi növbəti sifarişi versin, ikinci sifariş verən kimi daha ki, üçüncü sifarişi versin. 1 saatda 3 dənə sifariş misal üçün sığışdırıb çatdıra bilirəm. Sifarişin də birini ən azından deyək ki, 3 manatdan vuraq da, yəni belə normal şeylə. Boğuq, sağlı bax qismət, hə. 3 manatdan vursaq, böyle 9 manat. Müştərinin indi çayvay versə, misal üçün də üçündən biri verdi, elə də 10 manat. 3 saata, əslafır, 1 saata misal üçün bəxtin götürsə 10 manat işləyirsənsə, bəxtin getirsə, yenə deyirəm, bu yəni çox çətin bir şeydir 1 saat 10 manat işləmək. Yəni maksimum işləyirsən 1 saatda, indi baxır da sifarişdən sayına, verdiyi koefisiyentə, verdiyi məbləğə. 1 saat işləyirsəniz 5 manat falan, belə 6 manat, bəxt olur sifarişlər. Necə 1 saat işlədik, amma yağışlı havalarda sənə verir 3 manatlıq sifarişə verir, misal üçün 4 manat. Amma sən 3 dənə çatdıra bilmirsən, sən maksimum çatdırırsan, özü cırıb dağıtırsan, 2 dənə sifariş çatdırırsan. 2 dənə sifarişi 4 manatdan vurur, eləcək 8 manat. Özü bir, yəni bu arada da son tortini, ha, düzdür. Rəhman. Salam xanım. Rəhmanın sifarişi. Hə, ola bilər. Ne kadar şokoladda bu. Dubai. İkinci kuryerəmsə, çox vaxt Santartuni'da belə olur da, yəni ikinci kuryer təyin olur. Tort 2 dənə verir, 2 dənəsini mən qoya bilmərəm axı sumkanın içinə. Əzilər, tökülər, büzülər, püsüşərəm, ona görə belə şeylərə ehtiyac yoxdur. Gördünüz, baba bir dənə söhbət də var idi burada, indi onu da deyim. Çar. Məsələn, belə 4 yoldur da, bayaqçı kimi. Yol ayrıcılığı. Mən də gəlirəm sürətlə. Amma maşınlar dayanıb da, mən onu düşünməliyəm, fikirləşməliyəm ki, bu 4 yolda maşınlar dayanıbsa, yol ayrıcıdırsa, oradan kimsə, kiməsə yol verə bilər. Başa düşdünüz, məsələ nədir? Kimsə kiməsə yol, çünki qayda qanunla yol ayrıcını bağlamamalısan sən. Onu biz özümüz fikirləşməliyik. Motokuryerlərdən və yaxud da motor sürücülərdən gedir söhbət. Biz özümüz fikirləşməliyik ki, burada maşınlar dayanıbsa, kimsə kiməsə yol verir burada. Yəni, belə deyim də, mədəniyyəti olan sürücü o yol ayrıcını bağlamır. Yolu elə saxlayır ki, sağdan, soldan gələn sürücülər, bu dayanıbsa, onlar da dayanmaq məcburiyyətində qalmasınlar. Bunu biz də nəzərə almalıyıq ki, aralarla işləyəndə, sağdan, soldan işləyəndə nəzərimizdə olsun ki, hər an sağdan, soldan, sağ cinaqdan, sol cinaqdan maşın çıxa bilər, piyada çıxa bilər, uşaq qaça bilər. Yəni, mən bir dəfə bu Lüksen Plazanın yanı ilə gəlirəm, küçənin adını yadıma sala bilmirəm, həmişə nə sirdirsə, vlog çəkəndə küçələrin hatta çoxsu çıxır yadımdan. Üzü Günaydın restorana tərəfə gəlirəm. Mesela o yolda bilirsiniz də, yəni veçni sıxlıq olur da, orada yəni propka zad olur. Gəlirəm, normal sürətlə arı işləyirəm. Arxadan da bir dənə S50 idi, səhv verəmirəmsə. Bax biri bipbi, bax biri bipbi, bütün başımı da apardı da. Bıraxdım buna, gəl keç qabağa. Bıraxmışam qabağa it kimi başlayır arı işləyir. Sağdan girir, soldan çıxır, oradan vurur, buradan çıxır. Axırı nə olur? Bir dənə risk biri qapını açdı, elə ağsaqqal, şirin ağsaqqal neysə, söyləsə adam idi, yəni güzgəyə baxmadan lay qapını açdı, bu özünü itirdi. Bu özünü itirdi, sumkası sürtdü qabağdakı maşına. Elə saxlayıb eləmədi, elə bir ki, belə də olmadı, sürdü, qaçdı, getdi. Yekə oğlansa, bəs bunu mən bilirdim, bunu sürmürdüm də. Yəni, özümü arxa ilə ki, dayansın maşınlar, mən 6 sekund labirint kimi bulağın arasından işləyib çıxacam. Amma onlar mənim kimi düşünmür axı, onların düşüncə tərsi, indi söhbət hamısına gedmir. Yəni, içindən çıxır da, 10 danısından görsən ki, 2 dənəsi zayı çıxır, neyini? Bizimkilərdə də var da, bir motosiklet sürənlərdə də var ki, neçə dənəsi zayı çıxır. Neysə, buranın sifarişini verdim. Sifariş 12 manat edib. Verdim sifarişi. Götürür müştəri, check-in üstündə yazılan məbləğə baxır. Görür ki, orada yazılıb 10.70.
Ha, 10 manat 70 qəpik yazılır, yəni restoranın pulu. Deyir, bəs burada 10.70 yazılır, baxın. Deyirəm, bax, qardaş, 10.70 o yeməyin puludur da, bir çatdırılmanın pulu var axı. 1.30 çatdırılmanın pulu, nə qədər edir? 2 manat. Əsas, bu bəzi müştərilər olur bu. Yəni, əsas, proqramda nə yazılıbsa onu verməlisiniz də, əziz müştərilər. Restoranda 10 manat olan şey çatdırılma ilə bir yerdə məsafədən asılı olaraq dəyişə bilər də. 10 manatlıq məhsul gələ bilər, 11 manata da gələ bilər, 12 manata da gələ bilər, 13, 14, 15 və nə bilim 20 manata da gələ bilər 10 manatlıq məhsul. Əgər uzaq məsafədən sifariş eləmişsinizsə, burada əsas rol oynayan məsafənin yaxınlığı və uzaq olmağıdır. Ey Allah, gec hazırladı bura. Yaxşı. Nə bilim ha. Yox, hərdən belə şərait yaratmaq lazımdır. Niyə görə ki, bas siqnal vermədiyim, əsəbləşmədiyim. Çünki insanıq da, bir də görsən gedirik, birdən yadımıza düşür ki, mən buradan dönməliyəm. Fikirli oluruq da, bu insani faktördur. Hər şey durub əsəbləşib hissələn deyil ki, bu şey biri var, bilərəkdən qəsdən edir. Bir də var ki, bu insan dönmə işığını yandırır pavarotikini. Güzgüdən də istifadə. Güzgüdən istifadə eləməsəydi, o promo birbaşa keçərdi mənim qabağıma. Gördüm ki, güzgüdən istifadə edib, dönmə işığını yandırıb, heç nə olmaz. Olar ki, insanlıq şərait yaratdım. Mənim özümdə də qudulub ki, misal üçün, buradan dönməliyəm, yadımdan çıxır, sürüb geyirəm. Və belə şeyləri nəzərə almaq olur. Amma qəsdən belə yekə başlıq edən sürücüləri mən heç cür keçir edeyim mən onlar üçün. Bu nədir? Qanmaz adam da bu. Bu nə qanmaz adam da. Bu nə qanmaz adam da. Sağa dönəcək, ən solu götürüb, gəlir qabağıma qırır. Arxam bomboşdur, Qurandan olsa, arxada heç kim yoxdur. Rədd ol, oradan keçdi. Buna bax, bunu üst-üstə 4 dəfə, 5 dəfə geymişəm, yoxsa yox. Zamoku qopdu, içdi, cırıldı. Mən 14 manat bunu niyə vermişəm? Gül kimi salafan geyinirdim ayağıma, o qədər iri skotla belə bağlayırdım. Kutu kimi də qaldı, açılıb eləmirdi. Bir dəfəli istifadə. Buna da la, 14 manatı mən bir sənə qədər bütün iri yola verərəm. Nə bilim hala. Sağ olun. Şimdi bu Serhat. Sağ olun kardeş. Serhat. 16.30. Bu biri. Bir tane var. Nuş olsun. Sağ ol. Bir sırrı da sizinlə paylaşım ki, necə eləyək ki, çox qazanc əldə eləyək. Bunu yəqin ki, bəziləri deməz sizə. Amma ki, belə pis çıxmasın, nə sizin yeməyiniz, içməyiniz məndən deyil, nə də mənim yeməyim, içməyim sizdəndir. Ona görə bunları bölüşüm sizinlə ki, misal üçün, normal qazanc əldə eləmək istəyirsənsə, qardaş, mən neyinir, xəttin üstündə gözlə də. Normal qazanc istəyirsənsə, planlı şəkildə işləməlisən. Fərqi yoxdur da, boltdasan, yangodasan. Planlı şəkildə işləməlisən. Bir də, belə deyim sizə, ərazi söhbəti var, ərazini düzgün seçməlisən da. Misal, şəhərin koefisiyenti qırağa nisbətən yaxşıdır, yaxşı ola bilər. Amma burada nüanslar var deyənə, bir balaca şəhər, qıraq ərazilərə nisbətən koefisiyent burada yüksək qoyulub. Nüanslar da ki, budur. Ən böyük nüans tıxacdır. Ərazini düzgün seçəndən sonra həmin ərazi, bir də tələbata baxın da, orada proqramda çox vaxt göstərir ki, hansı ərazilərdə aktivlik daha çoxdur. Siz çalışın həmin ərazilərə yönəlin. Çünki proqramda bir gün qabaqdan görürsən və yaxud 2 gün qabaqdan və yaxud həftəlik bilmirəm, indi proqnoz çıxardırlar yoxsa yox ki, hansı ərazilər və yaxud saat neçə radələrində sifarişlər daha yüksək olacaq. Baxın sifarişlərə, misal elə ərazilər var ki, baxırsan ki, qəşəng pul yazır, məsafə uzaqda qəşəng pul yazır. Amma bir dənə məsələ var ki, sən həmin getdiyin yerdən məcbur pulsuz qayıdırsan və yaxud da ki, oturub gözləyirsən, orada bir
20 dəqiqə, yarım saat və yaxud 1 saat gözləyirsən ki, oradan sifariş gəlsin üzü şəhərə və yaxud da həmin ərazisini. Misal götürək Xırdalan, Masazır, Sumqayıta, nə bilim, üzü Sumqayıt tərəf, Müşfiqabad, Atyalına kimi mən sifariş aparmışam, Atyalına kimi sifariş aparmışam. Oralardan üçün məcbur bomboş, lülə quruda qayıdırsan arxaya. Amma yenə deyirəm, bu demək deyil ki, ora sifariş aparmaması, orada yaşayanlar da insandır. Təbii ki, oralar da sifariş etməlidir. Amma yəni bunları nəzərinizdə saxlayın. Əgər motosikletiniz ekonomdursa, benzin çox da vecvizə deyil, yağ çox da vecvizə deyilsə, təbii ki, aparın. Oradan demirəm siz bütün yolu boş qayıdacaqsınız. Elə vaxt olur ki, 20 yanvar tərəfə çatanda, avtovağzal tərəfə çatanda görürsən ki, başlayır sifarişlər atmağa. Proqramı gərək küstürməyəsən də, proqram əgər sifariş versən, misal üçün 2 dənəsini normal qiymət yazırsa, onun biri gələn ki, yerdə qalan o biri 2 dənəsini biraz zəif məbləğ yazacaq. Sən yəni ki, ancaq güclü yazanları götürürüm, zəifləri qalsın, başqası götürür. Elə ona da proqram küsür. Küsür nə barədə deyirəm? Yəni reyting düşür aşağı və sifarişləri təsir edir, sifarişlərin paylanmağına təsir edir. Çalışın nə qədər bacarsız müştərilərlə xoş ünsiyyət qurun. Bəxşişə görə demirəm ki, xoş ünsiyyət qurun, bəxşiş verir. Bu şey biraz gedir yaltaqlığa, gedir çıxır. Yaltaqlığa gedib çıxır. O barədə demirəm. Yəni çalışın, xoş münasibət qurun ki, ən azından bəxşiş verməsələr belə, heç olmasa proqramda müsbət rəy versinlər sizə. Çünki müştərilərin müsbət rəyləri də sifarişlərin payına alınmasında müsbət və böyük rol oynayır. Bir də məsləhətim var, qardaş, kaskalanda çalışın, pinlok, içində pinlok olan kaskalın. Keçin 100 manat əlavə verin kaskada, keçin 100 manatınızdan. Pinloklu kaskalar, qardaş, mən bunu bir ısrar vereyim. Pinlok aldım, pinlok 3 gündən sonra başladı buxarlanmağa. Necə buxarlandı? Cövhərli saqqısı elədim. Həmin saqqısının cövhəri pinloku buxarladı. Buxarlanan bu buxarlanan pinlok xarab oldu, tulladım getdi. Yəni şey almamışdım, orijinal pinlok almamışdım, o 70-80 manatlıqda almamışdım. Temuda, Trenyodan almışdım mən 10 manat almışdım, 8 manat almışdım. Sonra canım səsin, sonra Temudan sprey aldım, sprey ki, bunu şey eləmək üçün, necə deyirlər, sprey vurursan içinə, birinci qəşən təmiz silirsən, təmiz silib şey yerdən sonra quru olmalıdır da. Həmin təmiz şüşəyə, içində, vizorun içinə bu spreydən qəşən çarxalıysan bunu, yəni bir-birinə həll olursun da. Çarxalayandan sonra haradasa 6-7 damcı belə opşu, belə içində opşu, 6-7 damcı vurursan və gözləyirsən ki, vizoru qoyursan bir yerə, stolun üstünə. Gözləyirsən ki, özünü silmirsən üstündən vurandan sonra bir 10 dəqiqə, 15 dəqiqə. Deməli dostlar, bugünkü qazancı göstərim. Gəldik, çatdıq. 12 dənə sifarişə Hüseyin dayanmadan tapmadan batırır. 12 dənə sifarişə 40.91 işlədi. Sifarişlərin qiymətləri budur. 3.9, 1.80, 1.96, 3.92, 2.58, 2.95, 3.24, 5.40. Bu 5.49 ilə 4.57 mənə qabağa atdı bu ikisi. Bu ikisini mən görürsünüz saat 13.06, 13.02 əfələndə götürmüşəm. Çaspik vaxtı götürmüşəm deyənə. Bir də ki, bu əjdaha dönər. Burada ki, haradasa sizə deyim 15 kilometre yol sürmüşəm. Bu 4 manat 58 qəpik. Burası burada heyif ki, heç göstərmir də kilometrajı. Orada 15 kilometre yol sürmüşdüm mən. Ki 4.58 verdi. Sadə tariflə, adi tariflə. O 3 dənə sifariş mənə qabağa atdı. 12 dənə sifarişə 40.91. Gəlin indi 40.91-i bölək 12-yə görə nə qədər qalır? 40.91 bölək 12-yə 3 manat 40 qəpik. Sifarişin biri 3 manat 40 qəpikdən düşüb. Məndən tez-tez soruşurlar ki, bəs nə qədər qalır qazancda? 10 dənə sifarişə, 12 dənə, 15 dənə sifarişə. Normalda 10 dənə sifarişə, 12 dənə sifarişə 30, 32, 35 manat arası işləmə olur normal tariflə. Amma burada çaspik 2 dənə, 3 dənə sifarişi çaspikdə tutuzdurmuşam deyənə, əsasda 2 dənə sifarişi 40 manat, 41 manat deyir. 41 manat işləmişəm buradan. Çayboy da ki, bugün ərzində hardasa nə qədər 3-4 manat arasında çayboy oldu. Deyək ki, 43-44 manat. Rasxodları da özümüz fikirləşin də. Benzin hardasa bugün 6 manat vurdum benzin. Deyək 44 manatdan da 6 manat çıxanda qaldı 38 manat benzin. 5 manat yeməyə verdim. 38-dən də 5 qaldı 33 manat. Bunun da 20%-ni verəcə hesablayın da. 33. Baxın 41 manatın 20%, 41 manatın
Rəşad və qazancı özümüzə qaldı. 20% vergiyə çıxandan sonra qalır 32 manat da buradan, düzdür? 33 manat özümüzə təmiz pul qalırdı. 33 manatdan da ki 6 benzinə 5 də şey çıxanda 11 manat, 33-dən də 11 çıxanda 10 çıxanda 23, 22. 22 manat, elə bir ki 44 manatdan açıq deyim də sənə, 44 manatdan 22, daha doğrusu 41 manatdan 22 manat qalır. İndi 3 manata çayvəm oldu, 25 manat. Bugünkü qazanc 25 manatdır. Saatı da göstərim sizə. Baxın, burada böyük ekranda görüm göstərir. Yox, deyəm. Saat neçədir? 17, 12. 5 işləyib, daha doğrusu 6 işləyib 15 dəqiqə. Saat 9-dan mən işləyəm. Saat 9-un yarısından iş başındayam. Hesablayın 9-dan laf hesablayın, problem yoxdur. Yox, niyə 9-dan? 9-un yarısında, 10-un yarısı, 11-in yarısı, 12-in yarısı, 1-in yarısı, 2-in yarısı, 3-ün yarısı, 4-ün yarısı, 5-in yarısı, 6-ın yarısı, 9 saata kuryerə qalan pul 25 manat. Baxın, mən yenə deyirəm, mən təmiz deyirəm, mən düzgününü danışıram, mən həqiqətən düzgününü danışıram. Nə var onu danışıram, nə artırmıram, nə əksiltmirəm. Qazancda da deyirəm sizə ki, nə qədər qazanc qalır. Rasxodda da deyirəm nə qədər qalır, vergi də deyirəm nə qədər. Yəni bunların hamısını çıxandan sonra aldatmasını mən bugünkü gün 50 manat işləyə bilərəm, 60 manat işləyə bilərəm. Amma mən 9 saata 44 manat deyirik ya çay boyuna. 9 saata 44 manat işləyirəmsə görürsünüz o 44 manat puldan mənim əlimə təmiz qalan pul oldu 25 manat. Yəni bunu sürüldükcə rasxodlar da çıxır axı da, yəni rasxodiklər dəyişilməlidir falan filan. Gündə 1 manatdan hesablayın ki, yağ üçün dalatırsınız da. Ay ərzində ən azı indi baxırız sürməkdən asıdır. 2 dəfə dəyişən var, 3 dəfə dəyişən var. Yağın da ən belə ortalama qiyməti 15-17 manatdan başlayır. Mən həmişə 27 manatlıq yağ tökürdüm. Sözüm onu, bir də kilometrlər, neçə kilometr sürmüşəm? 118 kilometrdə yol sürmüşəm. Nəzərə alaq ki, 100 kilometrə 4,5 litr benzin içir mənim motosikletim. Bunlar da nəzərə alın. Bax, kilometrajı da dedim sizə. Görürsünüz, bax, kilometrajı dedim, vergini dedim, qazancı, çıxarı, rasxodu, o yanı, bu yanı. Vur tutda, yəni 50 manat işləsən, elə bir ki, 50 manatın 20-25 manatı getdi rasxodlarla vergiyə, sənin də özvə qalır, oradan 20-25 manat, dostlar. Bu qədər sadə. Kimi də nəsə artıq sualı olsa, çalışaram, cavablandırım. Bir də videonu bəyənin də qardaş, videonu bəyənmirsiniz ya. Allah haqqı videolar bəyənilmir. Nə olar, videoya baxdınız, qurtardınız, bir dənə videonu bəyənin, videonu paylaşın, kommentara yazın ki, bu düşsün kəşfədə çıxsın da qabaqlarını cəmaatın. Ki, mən də həvəslənəm də, çox əziyyət çəkərəm, konkret əziyyət. Bu video montajında mənim yox, 2 gün vaxtım gedəcək. Videoları seçmək, təmizləmək, düzəltmək, kesmək, doğramaq ən az 2 gün vaxtım. Ben evə gəlmişəm 6-ın yarısı. Saat maksimum 7-də başlayacağım montajı, 7 saat 12 kimi bir də sabahlara başlayacağım. 2 gün vaxtım gedir. Hələlik dostlar.